Mən bir əkizlər birci olaraq bunu demək istəyirəm əməcim. İnsanların düşüncəsi mənim üçün o qədər də maraqlı deyil. Çünki mən onlardan daha maraqlı düşünən bir insanım. Qanadı qırılan quş gəlir qonur mənim əlimin ortasına, yaralı vəziyyətdə. Mən onu sağaldıram, uçub çıxıb gedəndə deyir ki, sən əkizlərsən, 2 fikirlisən, 3 fikirlisən. Zaten sən mənim əlimə qırıq vəziyyətdə gəldin, mən səni sağaltdım, çıxıb gedəndə mənə sağ ol deməyə əvəzinə. Məni tanımadan uçub getməyi nə edirsən? Seçirsən. Çünki sən məni tanımadın. Mən səni sağaldacaq müddətdə sən ancaq öz yaralarını düşündün, öz sayğılarını, öz mənəviyyatını düşündün, mənfəətini düşündün. Və buna görə də mənim ətrafımda kimsə deyir, əkiz 2 fikirlidir, əkiz 3 fikirlidir. Zaten it ülər, karvan keçər deyirəm. Çünki oradan it səsi gəlir, buradan pişik səsi gəlir. Zaten hər yerdən bu səslər gəlir. Və buna görə demək istəyirəm insanlara ki, məncə əkizləri tanıyın. Ola bilər 2 fikirli də ola bilər. Əkizlərdə o qədər var ki, 2 fikirli insanlar. Tamam, okey, əla. 2 fikirli deməməzsin. Amma məncə bir otur gecə vaxtı fikirləşdirən ki, ən çox ziyan mənə əkizdən gəldi yoxsa başqa insanlardan. Məncə ən çox xeyir sənə əkizlərdən gəldi, başqalarından yox.